Əsrlərin ayrıcından baş alıb gələn bu çeşmələr elin ürəyində qovuşur. Bu çeşmələr Aşıq Ələsgərin söz bulağı ilə daha da gürlaşdı. Sazların zümzüməsi ilə könüllərə süzüldü. Bu qayanın sinəsindən tökülən ağ şəlalə, gümüş sədəfli sazın dalğalı telləridir bəlkə. Adım Ələsgərdir, Göyçə mahalım deyən aşıq, Göyçə mahalına şöhrət gətirdi. Göyçəli Aşıq Ələsgər şeir sənət ocağına çevrildi. Aşıq olub tərk-i vətən olanın, əzəl başdan pür kəmalı gərəkdir. Oturub durmaqda ədəbim bilə, mərifət elmində dolu gərəkdir. Xalqa həqiqətdən mətləb qandırar, şeytanı öldürə, nəfsin yandırar. El içində pak otura, pak dura, dalısınca xoş sədalı gərəkdir. Bu ocağın istisinə qızınanlardan biri Ələsgər yurdunu şenləyən Aşıq Talıbdır. Talıb Ələsgərin oğlu və şairdidir. Səndən axırıncı yol buralarda gəzəndə 105 yaşındaydın. İndi mənim də sindim yüzü haqlayıb. Hər dəfə bu yerlərdən keçəndə yadıma düşürsən. Sənin o gəzdiyin yerləri gəzəndə dönüb yenə uşaq oluram. Səninlə getdiyim o məclislər yadıma düşür. Toylara gedəndə məni də özündən aparardın. Sazını gəzdirərdin. İndi bu qoca vaxtımda yenə məclislərdə oluram. Sazını, sözünü unutmayan kəndlərə gedirəm. Mənə hörmət edirlər. Deyirlər, Aşıq Ələsgərin oğludur. Aşıq Ələsgərin şairdidir. Elə gün olmur ki, qəbriqin üstünə gəlməyim. Sakit gəlirəm, sakit də gedirəm. Amma ürəyimdə nəsə axtarıram, nəsə oxuyuram. Nəvələrim kitab dəftərə düşən sözlərini oxuyub soruşurlar. Ələsgər babam bu şeirin nə vaxt yazıb? Deyirəm, ay bala, Ələsgər babam yazı pozu tanımazdı. Sinədən deyərdi. Elə ki, sazını əlimə götürürəm, görürəm, yana oxuyursan. Yana məclisdəsən, elin toy məclisində,
xeyr işində. Kəşf elədim bu dünyanı dolandım. Kəlbəcərin xeyri şər yaxşıdır. Qardaş deyib dindirirlər adamı. Hörmətləri, mərfətləri yaxşıdır. Yaxşı hörmət ilə, təmiz ad ilə mən dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana qardaş, ana bacı bildim qızı gəlini. Ay aşıq, başına dönüm Ələsgər o gözəllə nə söz qoşub, bir onu oxu günün. Baş üstə oxuyun. Canımı qurban elərəm, bir belə tərlan gözələ. Hal bilən, şirin gülən, dosta mehriban gözələ. Boyuca, gərdən mina, zülfü pərişan gözələ. Dolanıb mürği ruhum, olubdu mehman gözələ. Xəstəyəm, yalvarıram, hakim-i Loğman gözələ. Qəmgin idim, xələt verdi, məlul könlüm açdı gözəl. Arifsən, əhli ruhsan, can sənə peşkəşdi gözəl. Ay qabaq şölə verir, qaşın göyçək qaşdı gözəl. Nə qədər gözəl görmüşəm, hamısından başdı gözəl. Çox gəzmişəm, az görmüşəm danəndə. Deməliyəm sözün yeri gələndə. İnsan üzü görməyəsən dönəndə. Açılanda xoş cəmalı var imiş. 76 yaşlı şəmşirin dilindən Ələsgər adı bircə gündə düşmür. Vallah baxmayın ki, neçə ildə aşıqlıq eləyirəm. Ələsgər əmi, atam qurban yadıma düşəndə yenə utancaq bir şəhərdə dönürəm. Saz götürməyə utanıram. Ələsgər əmi bu kəndə gələndə, bizə qonaq düşəndə təhcə biz sevinmirdik ki, bütün kəs səsə düşürdü. Aşıq Ələsgər qurban kişigildədir. Sizə necə deyim, bax, günəş dağın üstündən nə şövqlə çıxırsa, Ələsgər əmi də bax bu dağların arasından beləcə çıxıb gələrdi. Boyu, buxunu, danışığı bu saatda gözümün qabağındadır. Enli kürək bir adam idi, kürəyində mənəm deyən iki cavan gizlənsə görünməzdi. İlk baxışda onu heç aşığa oxşatmazdım. Digər ki, oturub kəlmə kəsəndə,
söhbətinə qulaq asanda doydum, yoruldum deməzdir. Hey, bu dağlara o qədər söz qoşub ki, sayı hesabı yox. Yayda yaylağındır, qışda oylağın, yazda seyrəngahım bu dağlar mənim deyib. Bəli, mən böyük ustadı şeirin, sənətin dağı deyə xatırlayıram. Bahar fəsli, yaz ayları gələndə, süsənli, sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar. Bir ay yarım növbahardan keçəndə, car olur köksündən sellərin dağlar. Çalxanır dəryalar, çığrışır qazlar, zəmzəm zümzüməli göllərin dağlar. Xəstə üçün təpəsində qar olur, hər cür çiçək açır, lalazar olur. Çeşməsindən ab-i həyat car olur, dağıdır möhnəti məlalı dağlar. Yaylaq müntəzirdir yolların gözdə, boyun əyər bənövşələr nərgizlər, çeşməyə yetəndə gəlinlər, qızlar, göllərdə çalxanan sona can desin. Axşam sabah çeşmə sənin başına, bilirsənmi necə canlar dolanır? Büllur buxaq, lalə yanaq, ay qabaq, şahmar zülfü pərişanlar dolanır. Gördüm gözəlliyin bizə bildirir, qaş oynadır, xəstə könlüm güldürür. İşvə-i naz ilə adam öldürür, qəmzəsində nahaq qanlar dolanır. Həsən nənə, Həsən baba qoşadır, Xaçbulaq yaylağı xoş tamaşadır. Arsız aşıq, elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Abbas Tufarqanlı, Dilqəm Ələsgər bir saza nə qədər dastan yaratdı. Eşqin qüdrəti ilə yaşayan kəslər, əqlin qüdrəti ilə kamala çatdı. Əsrlərlə cilalanıb təkmilləşən zəngin ənənəyə malik, nəsildən nəslə ötürülərək bugünümüzə qədər gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü oxşayır. Dövrün ictimai-siyasi həyatını və ruhi dünyasını özündə əks etdirir. Xalqın tükənməz sənət xəzinəsinin keşiyində duran, onu yeni incilərlə zinətləndirənlər içərisində ən fəxri yeri aşıqlar tutur. Aşıqlar müxtəlif vaxtlarda ozan, yanşaq, varşaq və sair adlarını daşımışlar. Aşıq sözü isə bir titul kimi təxminən 11-12-ci yüzilliklərdən bəllidir. Həmişə xalqla qırılmaz əlaqədə olan aşıq yaradıcılığı inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, kamil ustadlar yetirmişdir. Zaman keçdikcə aşıq sənətinin məzmunu, mövzu dairəsi dəyişməklə bərabər onun bədii ifadə vasitələri, forması da kamilləşmiş, yeni boyalarla, yeni rənglərlə zənginləşmişdir. Aşıq sənətinin, aşıq poeziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii öz fəaliyyətinə gedib çıxır. Azərbaycanda Anadolu, Şirvan, Zaqatala, Təbriz,
Göyçay, Qarabağ aşıq məktəbləri olmuşdur. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir. Xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, alicənablıq, düzgünlük və xeyirxahlıq, saf məhəbbət kimi mənəvi dəyərlər aşıq yaradıcılığında öz əksini tapır. Klassik aşıq yaradıcılığı bayatı, gəraylı, qoşma, təcnis və başqa poetik formalara əsaslanır. Kərəmi, əfşarı, kürdü, dilqəmi, yanıq kərəmi kimi aşıq havalarının ayrı-ayrı variantları mövcuddur. Tanınmış aşıqlardan Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Vale, Aşıq Alı, Aşıq Ələsgər və başqaları aşıq sənətinin klassikləri hesab olunurlar. Onların yaradıcılığında vətənpərvərlik, el-obaya, torpağa olan bağlılıq öz əksini tapır. Xalq sevgisindən, gözəllikdən ilham alan aşıqlar öz sənətini müasir aşıqlarımıza miras qoyub gediblər. Sevilən aşıqlardan Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Hüseyn Sarajlı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, Mikail Azaflı və başqalarının adını çəkmək olar. Qeyd edək ki, aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin Göyçə və Borçalıda xüsusilə vüsət tapıb. Aşıq havaları arasında Aran gözəlləməsi, Azaflı Dübeyti, Baş Divani, Baş Dübeyti, Baş Sarıtel, Cəlili, Cəngi Koroğlu, Dilqəmi, Gözəlləmə, İrəvan Çuxuru, Qarabağ qaytarması, Yanıq Kərəmi, Naxçıvani dillər əzbəridir. Əsli və Kərəm, Qurbani, Abbas və Gülgəz, Aşıq Qərib, Məhsum və Diləfruz, Tahir və Zöhrə, Koroğlu kimi Azərbaycan aşıq dastanlarının adlarını çəkmək olar. Aşıq sənəti Dədə Qorqud kimi ölməz sənət abidəsi yarada bilmişdirsə, deməli ilk kökləri daha dərindədir. Çünki dastan aşıq poeziyasının ən mürəkkəb, ən bitkin janrıdır. Aşıq sənəti bir neçə sənət növünü özündə birləşdirərək xalqa çatdırır. Bu şaxəli, qollu budaqlı sənətdə musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır. Son illər aşıq sənətinə dövlət səviyyəsində diqqət və qayğının artması bu sahədə mühüm dönüş yaranmasına səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sənətə qayğısının nəticəsidir ki, aşıq sənəti xalqımızın milli mənəvi sərvəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bugün sazımızın səsi dünyanın ən mötəbər salonlarından gəlir. Aşıqlarımız dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq folklor festivallarında iştirak edir və vətənə mükafatçı kimi dönürlər. Azərbaycan Aşıqlar Birliyi bir sıra uğurlu layihələrə imza atıb. 2010-cu ildə isə ilk dəfə olaraq ölkəmizdə beynəlxalq aşıq festivalı keçirildi. Bundan başqa, ustad aşıqlarımızın yubileylərinin, xatirə gecələrinin keçirilməsi, onların irsinin toplanması və barələrində xatirə kitablarının nəşr olunması ənənəyə çevrilir. Sularda sular sürmasın, nurlunan gettarasın.
geçtin kenar Yoksa ansaydı seni Yoksa ansaydı senin ayaman aman ayaman aman Abilen abilen gel gel başına bulamam Günahım duramam bilmesin Eşker başına bulamam Günahım başına bulamam Şamşire bir yendirmişsen Aşk adını söndürmüşsen Sen aşık dindirmişsen Yoksa aslı beydiysen Ay beydiysen Yoksa aslı beydiysen Dağlardan çiçeğim Gel gel ellerimi güceğim Gel gel başına dolanır Eşken dolanabilmesem Külhan başına dolanır Maya dolanır Maya dolanır Maya dolanır Aşıklık sintetik demek. Məsələn götürək geçmişdə aşıq həvəskəri. Yəni ki, buradaca oturan Aşıq Mirzəni. Aşıq Mirzə həm şairdir, həm sazda çalır, həm oxuyur, həm oynayır, həm danışır. Demək, 5 mühüm müsahə bir aşıqda birləşmişdir. Bütün kainat benim Tamam denen bana Şükürün olsun bir muraza yetirdim ustan seni. Abele sırrını verme her yeteden elde beyan eyler. Yaxşı koyar yaman söyler dillerde dastan seni. Adele yaxşı koyar yaman söylerem adamam dillerde dastan seni. Ey könül eşkin şərabı eylədi məstan səni. Şükür olsun bir muraza yetirdi ustan səni. Sirrini vermə hər nadana elde beyan eyləyər. Yaxşı koyar yaman söyler dillerde dastan səni. Sen deyirdin söylemege Dahanda dili yaxşıdır Her bana şaman aşıqdır Bülbüle gül yaxşıdır
yaxşıdır. Bir ilahim xilas etsin, bərdasılı dostdan səni. Belə bir ilahim xilas etsin, bərdasılı dostdan səni. Sən deyirdin söyləməgə, dahanda dil yaxçıdır. Pərvana şaman aşıqdır, bülbülə gül yaxçıdır. Dərd bilməyən şah oğlundan bir qanan qul yaxçıdır. Var ilahim xilas etsin, bədasıl dostdan səni. Yatma tülkü kölgəsində, boy yesin aslan səni. Belə yatma tülkü kölgəsində, ay aman aman, boy yesin aslan səni. Molla Cuma, namərdlərlə varma ginən yollara, sirrini vermə hər cayya, başın düşər qallara. Keşmə namət körpüsündən, qarq olarsan sellərə, yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Sülhətəray ağdarıq azaray binadan, Sülhətəray ağdarıq azaray binadan, bunu yer zində harayər son bilir. Sovet əlkayəsindən sanaray bir günək, hər qəlbən var saçır hər zaman.
eslimin ey gezerdim. Bu dağda maral ağların iller, boy kadağım, gel kadağım. Kalem alıp eylime arz halım yazardım. Bu dağdan ey bir maral ağların iller, ağların iller, boy kadağım. Bu dağdan ey maral ağlar nece iller. Bitirmiştim han aslimi gezerim. Burada bir maral ağlar, neşe ingilder. Kalem alıp erzı halım yazaram. Bu dağda bir maral ağlar, neşe ingilder. Ok deyip bu heyvanın dizine, kan tökülü ve ayağının izine. Of, gözleri benzer han eslimin gözüne. Bu dağda bir maral ağlar, neşe ingilder. Götürüm çünkü nedir? Sayya dolan ey ova tüfen yatmasın. Kesep olan ey maral eti satmasın, koy kadağım. O işin ey senin ey balaların artmasın. Bu dağdan ey bir maral ağların iller, ağların iller, boy kadağım. Bu dağdan ey bir maral ağların iller. Kerem diyer sayya dolan ova okun atmasın. Qəssab olan maral eti satmasın. O işi senin balaların artmasın. Bu dağda bir maral ağlar necə ingillər. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Gözəl bir şeir nümunəsindən başlamaq istəyirəm. Səni bəyənməyən ay mələk sazım, qırıqdı zatından mayası yoxdur. Əməli əl verir şərə, şeytana, könlündə bir Quran ayəsi yoxdur. Nəyimə gərəkdir soyum deyənlər, təki pul paradan doyum deyənlər, sazı bir kənara qoyun deyənlər, kökündən uzaqdır, niyəsi yoxdur. Tanıyır yağlar bu Yavuz eli, kimdir Təbriz, Şirvan ya Tovuz eli, sazına sahib çıx, ay Oğuz eli, sazın səndən başqa niyəsi yoxdur. Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin sütunlarından, ən başlıca üstunlarından biri Ozan aşıq sənətidir ki, Ozan aşıq sənəti Dədə Qorqud dönəmindən formalaşmağa başladı, yəni ozançılıq. Dədə Qorqud Ozan, böyük Ozan oldu, Ozan idi və onunla da ozanlar formalaşmağa başlamışdı. Eyni zamanda Dədə Qorqudun dilinə gətirdiyi o hikmətlər ki var idi, o şeiriyyat var idi, həmin o şeiriyyatı qopuzla söyləməyə başladı. Oğuz dövründən Azərbaycan aşıq sənətinin əsası başladı, kökü başladı, Dədə Qorqudla formalaşdı və çox böyük bir uzun yol keçərək nəhayət Qurbani dönəminə qədər gəldi. 15-16-cı əsrlərdə artıq ozan aşıq sənəti, ozançılıq birbaşa artıq aşıq sənətinə keçdi. Ozanlar aşıq adlanmağa başladı, qopuz isə saz sözündən əvəz olunmağa başladı. Bununla ilk şeir şəkilləri formalaşmağa başladı. Onu qeyd edeyim ki, Dədə Qorqud dönəmində şeir şəkilləri
qeyri-qəlif, yəni qəlivi yox idi. Bildiyimiz kimi Dədə Qorqudda məsələn bir nümunə çəkmək olarkən Hanı bəy dediyim ərənlər, dünya mənim deyənlər, yer gizlədi, əcəl aldı, fani dünya kimə qaldı, gəlimli, gedimli dünya, sonucu ölümlü dünya. Təbii ki, bu bir Dədə Qorquddan olan nümunədir, Dədə Qorqud boylarında olan şeir nümunəsidir və eyni zamanda bunu qopuzla ifa eləyirdilər. Və havaların yaranması da həmin dövrdə başladı. Amma da artıq aşıq sənətinin intibahı, çiçəklənmə dövrü gəldi Qurbani dövrünə. Qurbani dövründə artıq şeir şəkilləri formalaşmağa başlayır. Bayatılar, gəraylılar, qoşmalar, divanilər, təcnislər, qoşa yarpaqlar və s. şeir formaları formalaşmağa başlayır və eyni zamanda dastan yaradıcılığı yeni bir forma alır. Dədə Qorqud təbii ki, qaynaqlarını Dədə Qorqud dastanlarından götürür. Dədə Qorqud dastanlarında yenə qeyd eləyək ki, orada məhəbbət dastanları motivləri, eyni zamanda qəhrəmanlıq dastanları motivləri olduğu kimi Qurbani dönəmindən artıq Qurbaninin dastanından bir məhəbbət dastanının yeni bir forması öz əsasını qoyur. Ondan sonra dastanlar formalaşmağa başlayır. Abbas Tufarqanlı, Xəstə Qasım, Ağaşıq, Aşıqalı, Aşıq Ələsgər və adını çəkmədiyim neçə böyük üstadlar var ki, bunların yaradıcılığı geniş şaxəli formalaşmağa başlayır və aşıq sənətinin tarixini, aşıq sənətinin imkanlarını daha da zirvələrə qaldırır. Bu gün də gələcəkdə ümumiyyətlə keçmişin üzərində dayanır. Keçmiş nə qədər möhtəşəmdirsə, sütunlar nə qədər dərindədirsə, deməli bu günümüz və sabahımız daha etibarlıdır, daha etibarlı əllərdədir. 19-20-ci əsrlərə qədər dastan yaradıcılığı demək olar ki, çox sürətlə inkişaf eləməyə başladı. Qeyd etdiyimiz kimi qəhrəmanlıq dastanları, məhəbbət dastanları, məsələn, Qurbani dastanı, Abbas Tufarqanlı və Gülgəz dastanı, Xəstə Qasımın dastanları, Aşıq Qərib, Vali Sərniyar dastanı, Koroğlu dastanları, yəni qəhrəmanlıq dastanları, eyni zamanda digər qaçaq dastanları var ki, Qaçaq Nəbidir, Qara Tanrıverdidir, Qaçaq Kərəmdir, bu dastanlar da qəhrəmanlıq dastanlarıdır. Yəni bunlar o qədər zəngin oldular ki, o qədər xalqın içərisindən, xalqın adət-ənənəsini özündə göstərməyi bacaran möhtəşəm dastanlar oldu ki, və o müasir dövrə çox yüksək töhvələrini vermiş oldu. Aşıq ədəb ərkan nümunəsi idi. Aşıq hikmət dünyası idi, hikmət dəryası idi. Bundan aşıq məktəbi idi, eyni zamanda insanların savadlanması üçün elmləri aşıqlar öyrənərdilər. Şifahi olaraq təbii ki, bu şifahi ənənədə cəmiyyətə ötürərdilər, gələcək nəsillərə ötürərdilər. Yəni aşıq sənətinin keçmişi çox qüdrətli olub, çox böyük olub, adını çəkdiyim ustadların timsalında və o müasir dövrümüzə də aşıq sənəti çox gözəl şəkildə gəlib çatmışdı. Müasir dövrə gəldikcə təbii ki, aşıq sənəti bir çox müəyyən dəyərləri təəssüflər olsun ki, itirməklə yanaşı, eyni zamanda bir çox dəyərlər də üstə gəlmişdi, əlavələr olmuşdu. Məsələn, təəssüflər istilə itirdiyimiz dəyərlərdən onu qeyd eləyə bilərik ki, məsələn, el şənliklərində artıq aşıq sənətindən o dərəcədə istifadə olunmur, o hikmət dünyasından, aşığın o hikmətli sözlərindən cəmiyyət o dərəcədə, məsələn, yararlanmır. Yəni, bu bizim aşıq sənətində itirdiklərimizdir. Yəni, bunu gəncliyə, cəmiyyətə o dərəcədə aşılamaq imkanları, yəni, nədənsə, yəni, bunun da müəyyən səbəbləri var. Olmur, bu bizim itirdiklərimizdir. Amma qazandıqlarımız da var. Təbii ki, zaman keçdikcə, zaman gəldikcə aşıq sənəti eyni zamanda inkişaf eləməyə başlamışdı. İstər sazımız, məsələn, toxuna bilərəm sazın inkişafına.
bayaqları dediyimiz kimi, əgər qopuzdan saza gəlmişdiksə, saz 16-cı əsrdən müasir dövrümüzə qədər çox böyük bir alət olaraq böyük bir inkişaf yolu keçmişdi. Əgər vaxtı ilə sazın pərdələri məhdud şəkildə idisə, müasir dövrdə sazın pərdələri artıq 2 dəfə, 3 dəfə demək olar ki, o ötən əsrlərə nisbətən 2 dəfə, 3 dəfə artmışdır. Saz çanağı 2 yerə bölünmüş armudun bir hissəsi biçimində, qolu uzun olur. Qoluna 10-14 pərdə bağlanır. Əsas pərdədən hərəsinin öz adı var. Baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, beçə pərdə. Saza 8-10 sim qoşulur. Bu simlərin köklənmə prinsipi çox maraqlı və orijinaldır. Köklənmə cəhətində saz simlərini 3 əsas qrupa ayırmaq olar. Bunlardan birinci qrupa aid olan 3 sim eyni ucalıqda köklənir. İkinci qrupu təşkil edən qoşa sim birinci qrupdan 1 klintə aşağı köklənir və nəhayət üçüncü qrupa mənsub olan 3 sim isə ikinci qrup simlərindən 1 klintə yuxarı köklənir. Sazın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilanar ağacının qabığı olduqca münasib və yararlıdır. Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan əsas metodik xətt üçün kvarta səslərindən ibarət daimi surətdə səslənən harmonik fon yaratmış olur. Sazın tembri çox məlahətlidir. Sazın ürəklərə yol açan səsini hələ orta əsrlər klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir. Müasirlik gəldikcə saz böyük digər musiqilərlə, digər musiqi alətlərindən yarışmağı, yəni bacaran bir alət olduğuna görə zamanla ayaqlaşmalıydı. Ona görə pərdələr artırılmalıydı. Bu bir. Ondan sonra sazın vaxtı ilə əgər quruluşunda, çanağında məsələn, çanaq hissəsi bir vaxtı sazın bir bütöv şəkildə olmuşdu. Onu böyük ustad Aşıq Ələsgərin şairdi Ağayar da öz müsahibəsində bildirmişdi ki, Aşığa sual vermişdilər ki, ustad Aşıq Ələsgərin çaldığı sazı nətər idi, yaddaşında varmı? Deyir, bəli, yadımdadır. Bütöv bir ağaçdan düzəlmişdi saz. Bütöv bir ağaçdan. Yəni qolu da, çanaq hissəsi də çox bütöv bir şəkildə idi. Sadəcə ağacın içini oyma kimi istifadə eləmişdilər, üzərinə sinə yapışdırmışdılar. Saz belə idi, amma zaman keçdikcə sonradan sazın qavırğalarını əmələ gətirdilər, yəni 7 hissəyə böldülər daha doğrusu. 7 hissəyə böldülər və o qavırğaları birləşdirdilər. Bu da sazın səslənməsində müəyyən yeniliklər elədi. Eyni zamanda sazın estetik gözəlliyində bir yenilik əmələ gəldi. Ondan sonra sazın vaxtı ilə pərdə hissəsində keçmişdə deyilənə görə, məsələn, bağırsaqlardan, qoyun bağırsaqlarını onun xüsusi texnika ilə, üsulla qurudarlarmış, ondan istifadə eləyərlərmiş. Amma müasir dövrdə o artıq daha müasir texnologiya ilə təmin olundu. Ondan sonra digər aşıqlarında, digər sazın səsləndirilmə texnikalarında müəyyən dəyişikliklər oldu. Bəli, bu sazımızın nailiyyətidir. Vaxtı ilə ustadlardan bizə 72 hava, təbii ki, bu havalar simvolik olaraq bizə çatdırılıb. Ustadlar deyir, 72 hava var. Amma adınla da sayırlar ki, məsələ, bu havalar gəlir, bəli, 72-yə qədər çatır. Amma son illərdə, son məsələn 20 ildə aşıq havalarının daha sayının daha çox olması təsdiq olunur. Hər dövrün özünün aşıqları var. Yəni belə bir məsəl də var. Xalqımızın dilində məşhur məsəldir ki, hər aşığın bir dövranı var. Aşığın formalaşmasında əlbəttə birinci cəmiyyətin
rolu çox böyük olub. Vaxtilə Ellər Obalar bayaqları qeyd elədiyimiz kimi aşıq sənətinə qulaq asardılar, el şənlikləri aşıqlarla idarə olunardı, musiqi sahəsi aşıqlarla idarə olunardı, ona görə aşıq sənətinə çox böyük maraq olardı, axın da çox olardı. Gənclik aşıq sənətinə maraq göstərərdilər. Amma son illərin hadisələri aşıq sənətində də öz təsirini göstərdi. Xüsusən gəncliyin aşıq sənətinə marağının azalması əlbəttə bu aşıq sənətində bir təhlükəli vəziyyət idi. Amma bunun da bir yolu tapıldı. Yəni dövlətimiz aşıq sənətini rəsmi olaraq musiqi məktəblərinə, kolleclərə, eyni zamanda ali məktəblərə tətbiq elədilər. Azərbaycan Aşıqlar Birliyi bu dönəmdə çox böyük işlər görmüşdü. Əməkdar elm xadimi Profesor Məhərrəm Qasımlının rəhbərliyi ilə Azərbaycan Aşıqlar Birliyində son bir neçə ildə çox möhtəşəm işlər görülmüşdü. Bu işlərdən böyük aşıq antologiyalarının çap olunması, işıq üzü görməsi, eyni zamanda ən başlıca əsas məsələlərdən biri dastançılıq məsələsi idi ki, məsələn 20-ci illərin ortalarında, sonlarına yaxın böyük ustadların dilindən əgər dövlət televiziyası, yəni Azərbaycan televiziyası dastanları lentə almışdılarsa, artıq onun üzərindən xeyli zaman keçmişdi. Bunlar yenilənməli idi. Bu da Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyinin, yəni Profesor Məhərrəm Qasımlının birbaşa özünün göstərişinlə və özünün böyük zəhmətinlə 40-a yaxın xalq dastanları dövlət televiziyasında çəkildi, lentə alındı. Bu dastanları danışanlar, ustad aşıqlarla yanaşı, eyni zamanda cavan nəslin nümayəndələri oldu ki, bu da onu göstərir ki, aşıq sənətinin inkişafı davam eləyir. Mən Hüseynov İbrahim, oxuyacağım Hava Hüseyni havası, şeir, yəni sözlər özümdəndir. Padişahlar eynətə xaqallar Saysız padişahlar eynətə xaqallar Gəldi bu dünyadan ay Keçdi deyirlər, keçdi deyirlər, keçdi deyirlər tutuq durmalı Heç biri dünyanın tutuq durmalı Ölüm şərbətinin ay İşdi deyirlər, balam deyirlər, canam deyirlər Saysız padişahlar, neçə xaqanlar Gəldi bu dünyadan, keçdi deyirlər Heç biri dünyanın tutub durmadı, ölüm şərbətini içdi deyirlər
deyirlər, biçli deyirlər. Gərək düşünəsən ömrün sonun, heç vaxt yeyməyəsən iblisin donun. Allahı saymayan hədsiz fironun Əzrail boynunu dişdi deyirlər. Kimi hasar çəkdi sağı soluna, kimi də hey yandı elin halına, kimi fəda oldu haqqın yoluna, kimi şeytan şərrini seçdi deyirlər. Balam ölürəm, zaram ölürəm, ay balam ölürəm. Bir də gördün ey, saldın ey, gülüm çatıbdır. Bir də gördün ey, saldın gülüm çatıbdır. İbrahim dünyadan ey, köşkü deyirlər, köşkü deyirlər, köşkü deyirlər. Kim dərin dərgalara batıbdır, sevinç məni çoxdan qəmə satıbdır. Bir də gördüm sanlı günüm çatıbdır, İbrahim dünyadan köçdü deyirlər. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun xoşmərəmli səfiri hörmətli Mehriban xanımın rəhbərliyi və təşəbbüsündən UNESCO səviyyəsində tanındı, UNESCO-ya qəbul olundu. Bununla da aşıq sənətində böyük bir inkişaf başladı. Böyük üstadımız aşıq sənətinin duhalarından biri olan Aşıq Ələsgərin yaradıcılığı daha geniş şəkildə araşdırmağa başlanıldı və nəhayət Aşıq Ələsgərin Azərbaycanın ən görkəmli, ən gözəl yerlərindən birində, mərkəzində, Bakı şəhərində cənab prezidentimizin sərəncamından Aşıq Ələsgərə abidə ucaldıldı. Əziz dostlar, bugün şəhərimizdə çox əlamətdar bir gündür. Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu doğrudan da çox gözəl hadisədir. Bildiyiniz kimi 3 il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən 2 sərəncam imzalamışam. Bir sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və bugün şəhərimizin bu gözəl yerində deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılır. Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır.
uzun ömür yaşamıştır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Onun 97 yaşı var idi ki, o vaxt 1918-ci ildə erməni vəhşiləri Azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu Azərbaycanlıların öz qədim torpaqlarından, Qərbi Azərbaycandan birinci deportasiyası idi 20-ci əsrdə. Əfsuslar olsun ki, ondan sonra daha iyi ki, deportasiyaya bizim xalqımız məruz qalmışdır. Aşıq Ələsgər qonşu Kəlbəcər rayonuna köçmüşdür ailəsi ilə birlikdə. Ancaq doğma vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq o hardasa 3 ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. Hamımız yaxşı bilirik ki, 70-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibəti ilə doğma kəndində, Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız 3-cü dalğa deportasiyaya məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışlar. Necə ki, biz indi hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdır. Bu praktika yeni deyil. Əsrlər boyu bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi bütün dünyanın gözü qarşısında. Onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o görkəmli şəxsiyyət kimi, vətənpərvər insan kimi, öz xalqını, vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub və əlbəttə ki, onun timsalında biz xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından getməyə, köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, o vaxt hələ o təhlükələr tam soğuşmamışdır, yenə də öz vətəninə qayıtmışdır. Xalqımız, qeyd etdiyim kimi, 20-ci əsrdə 3 deportasiya dalğasına məruz qalmışdır. 1918-ci il, 40-50-ci illərdə və 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində 3-cü deportasiya baş vermişdir. 2 deportasiyadan sonra, müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış. Yəni, hamısı olmasa da böyük bir qisim qayıtmışdır. Və bu bizdə haqlı olaraq əminlik yaradır ki, 3-cü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Əlbəttə ki, vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq. O torpaqları görməyən Qərbi Azərbaycanlıların sonraki nəsilləri vətən həsrəti ilə yaşayırlar. Və bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin
xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcək. Adım Ələsgərdir, Göyçə mahalım deyən Aşıq, Göyçə mahalına şöhrət gətirdi. Göyçəli Aşıq Ələsgər şeir sənət ocağına çevrildi. Canımı qurban elərəm, bir belə tərlan gözələ. Hal bilən, şirin gülən, dosta mehriban gözələ. Və eyni zamanda neçə aşıq məktəbləri yaradıldı bölgələrdə. Bu da UNESCO-dan sonra olan hadisələrdir ki, mədəni hadisələrdir ki, aşıq sənətinə öz töhfələrini verdi. Onu da qeyd edeyim ki, elə xoşbəxtlikdən həmin vaxtlar aşıq sənəti UNESCO-ya daxil olarkən mən və bir neçə aşıq həmkarım Fransada aşıq sənəti UNESCO-ya qəbul olunarkən Louvre muzeyində çıxış elədik. Çox gözəl bəyənildi. Bunun özü də bir xoşbəxtlik idi əlbəttə ki, aşıqlarımız üçün, biz üçün. Her gün Sevrem lay lay bala lay 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 sana lay 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 ya kadar alay her gün aman ey sonam ey sana ey geley çernaları ama yerler İran'a
her gün. Aman ey, aman ey. Aman ey, gedey, terleleri. Aman ey, aman. Ümumiyyətlə onu qeyd eləyək ki, aşıq sənəti ümumiyyətlə yaranışından Dədə Qorquddan ta müasir dövrümüzə qədər bu zəngin böyük inkişaf yolu keçdiyindən müəyyən zamanlarda aşıq sənəti mühitlərə bölündü. Görkəmli alimlərimiz öz araşdırmalarında aydın şəkildə göstəriblər. Qeyd edeyim ki, Məhərrəm Qasımlının Ozan Aşıq Sənəti kitabında 20-yə yaxın aşıq mühiti, yəni Təbriz aşıq mühiti, Qaradağ aşıq mühiti. Qalmışam qaşılan ey göz arasında belə mənim əzizim. Ay belə sel olub axırlara, aman ay. Sarı ceyran ölürəm. Qalmışam qaşılayan göz arasında qayıb.
arasıdır ey köçərim mənim bu yaman aman. Ay bala vaxt tutub yansa da ey çərim mənim, gezərəm dillərin ey söz arasında belə mənim əziz. Ay belə vaxt tutub yansa da aman ay, ay elləri çərim mənim, keçir günüm ağla. Gezərəm dillərin ey söz arasından. Başka söz söyləmə ya Azərbaycanım, tüstüsüz yanıram ey köz arasında belə mənim əlim. A belə başqa söz deyiləm o. Aman 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 aman. Arasından Qarabağ aşıq mühiti, Göyçə aşıq mühiti. Ağrılar mən yüreğim konuştuğuma, məndən nə istəniz, saf keçərsiniz, ay balan ölürəm, ay sana ölürəm, ay gecən ölürəm. Başına götürər
dünyanın ətrini başına götürər dünyanın ətrini sözün düşənində kef şəkərsiniz bala sana gedər bala Əvvəla sözün düşənində kef şəkərsiniz alaylay alaylay falan alaylay sana alaylay gedən alaylay ay gülüm 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 Arılar gülmənəm qonun üstüməm məndən nə çəksəniz saf çəkərsiniz Başına götürər dünyanı ətrim, sözün gülşənində keyf çəkərsiniz. Durnalar, yerləri göylərə qatın, mənimlə uçmağa siz də can atın. Nə vaxtı torpağın altında yatdım, gəlib məzarımda səhv çəkərsiniz. İnsanlar ürəyim, quzu təhmələr İnsanlar ürəyim, quzu təhmələr Başım nələr çəkdi, dünyada nələr Ay balan ölürəm, ay gedər ölürəm Ay sana ölürəm Nə vaxtı zəlim xan öldü desələr Nə vaxtı zəlim xan öldü desələr Ürəkdən biri dərin of çəkərsiz Bala sana gedər Bala Dərindən biri dərin of çəkərsiz İnsanlar ürəyim quzu təhmələr Başım nələr çəkdi dünyada nələr Nə vaxtı zəlim xan öldü desələr Dərindən ürəkdən of çəkər Gəncəbasar aşıq mühiti, Urmiya, Zəncan Adını çəkmədiyim neçə aşıq mühitlər var ki Açıq aydın Ozan Aşıq Sənəti kitabında qeyd olunub və təhlilləri verilib. Onu qeyd edeyim ki, aşıq mühitlərinin ən böyüklərindən aparıcı rolda olan mühitlərdən biri Qərb aşıq mühiti kimi tanıdığımız aşıq mühitidir ki, bu mühitdə bütün Zəngəzur, yəni Göyçə mahalı, İrəvan da daxil olmaqla, Dərələyəz daxil olmaqla, eyni zamanda Gəncəbasar, Borçalı mühiti daxil olmaqla bunlar Qərb aşıq mühiti kimi tədqiqatlarda göstərilir və ən klassik havaların meydana gəlməsi, yaranması bu mühitlərlə bağlıdır. Təsadüfi deyil ki, ən böyük ustadlarımızın yaşadığı Qərb aşıq mühiti eyni zamanda ustad şəirt ənənəsinin yaranmasını birbaşa aşıq sənətinə, aşıq mühitlərinə təqdim eləmişdi. Aşıq Alı, Aşıq Alıdan sonra Aşıq Ələsgər, Aşıq Alının ustadı olmuşdu Ağaşıq. Aşıq Alının ustadı Ağaşıq olmuşdu. Ağaşığın şəhərdi Alı olduğu kimi Alının şəhərdi Aşıq Ələsgər olmuşdu və Aşıq Ələsgərin də ondan çox şəhərləri olmuşdu ki, bu Aşıq Əsəd, Aşıq Nəcəf, digər ustad aşıqlar olmuşdu ki, bunlar da öz növbəsində bütün
Göyçə mahalı, yəni Qərb Aşıq mühiti eyni zamanda bütün Gəncəbasar, Borçalı mühitinə öz böyük mədəni təsirlərini göstərmişdilər və ənənəvi şəkildə bu aşıq sənətinin inkişafına çox böyük təkan vermişdilər. Çərşənbə günündə gözüm bir ala göz adı müjgan olun cadu qəmzələri işaret eyledim gördüm hem güzeldi başını buladım gülende kadası canıma düştü can kemercan benden kemercan bakım doyunca men can kemercan benden kemercan bakım doyunca Ələskərəm hər el gözəl sən təbibsən dedin nişanlıyam sırrı kol qanadım yanıma düştü can kemercan benden kemercan bakım doyunca men can kemercan benden kemercan bakım doyunca men. Aşıq sənəti əlbəttə nə qədər biz aşıq sənətinin keçmişindən, dünənindən və bu günündən danışsaq da yəni azdır. Araşdırılası çox məsələlər var, çox ustadlarımız var ki, onların yaradıcılıqlarına yenidən nəzər salmaq lazımdır, araşdırılmalıdır, əsərləri çap olunmalıdır. Bu da yəni müasir dövrümüzdəki aşıq sənətinə münasibəti olan, aşıq sənətinə gəlmək istəyən cavanlara böyük stimul verər yəqin ki. Aşıq sənətinin gələcəyini əlbəttə nə qədər biz bu günləri aşıq sənətində inkişaf görmüşüksə, amma yenə də istəyirik ki, aşıq sənətinə daha böyük müjdələr gəlsin. İstər rəsmi dairələrdən, istər xalqımız tərəfindən əlbəttə bütün bu sənətlə məşğul olanlar, hər kəs istəyir ki, aşıq sənətinə hər zaman diqqət olsun ki, aşıqlarımız da ilhamla, ürəklə, coşqu ilə bu sənəti davam elətdirsinlər.